Satışları artırmaq üçün məhsulunuzun peşəkar çəkilişi önəmlidir. Lakin siz bunu edə bilmirsinizsə, ChatGPT ilə çəkdiyiniz istənilən bir şəkili peşəkar formaya sala bilərsiniz. Bugün sizə bunu izah edəcəm. Bunun üçün istənilən bir fotonu istənilən fonda çəkirik. Məsələn, mən bu fotonu bu fonda çəkirəm. Maksimum çalışacağım ki, daha pis çəkin. İlkin versiyasını və sonraki versiyasını göstərəcəm sizə. Çəkəndən sonra artıq fotomuz hazırdır. Bu fotonu ChatGPT-yə yükləyəcəm və ChatGPT-yə deyəcəm ki, bunun arxa fonu dəyişib bu fotonu satışa hazır vəziyyətə gətirsin. Daha önce çektiğimiz fotonu ChatGPT'ye yükləyirik. Fotomuz budur. Və ChatGPT'ye komanda veririk ki, bu fotonun arka fonunu düzəldərək satışa hazır vəziyyətə gətir. Və komandanı ChatGPT'ye veririk. Fotonun ilk halını gördünüz. İlk halı budur. Son halında hazırlayır. Vaxt getməsin deyə mən saxlayıram hal-hazırda. İlk halını göstərərək sizə bax ilk halı budur və son halını da sizə hazır olandan sonra göstərəcəm. Fotomuz hazırdır. Fotomuzun son vəziyyəti budur. Bu qarışıq bir foto olduğu üçün, əl işi olduğu üçün biraz üzərində dəyişikliklər eləyib ChatGPT. Amma siz hər hansı bir məhsulu çəkərkən, məsələn, ayaqqabımı deyim, çantamı deyim, ətirmi deyim, kitabımı deyim, bu kimi məhsulları çəkərkən artıq ChatGPT məhsulun üzərində hər hansı bir dəyişiklik eləməyəcək, sadəcə arxa fonu düzəldəcək. Biz ayaqqabının üzərində bu təcrübəni aparmışıq. Ayaqqabının da öncəki və sonraki şəkillərini sizlərlə paylaşacağıq videonun sonunda.